Gəlin, görək düşmən bir dünyada yeni bir inancı qoruyan mütəfəkkirlər kimlər idi? Baxın, bu sual ilk xristianların Roma imperiyasında üzləşdiyi əsas problemidir. Patristika, orta əsr fəlsəfəsinin ilk mərhələsidir. O, antik dövrlə müasir dünyanı birləşdirir. Bu yeni dövr fəlsəfənin fokusunu təbiətdən tamamilə başqa bir şeyə, Tanrıya yönəltdi. Yunanların rasional düşüncəsindən fərqli olaraq, orta əsr fəlsəfəsi tamamilə Tanrı mərkəzli idi. Amma bu yeni, Tanrıya yönəlmiş inanc demək olar ki, hər tərəfdən təzyiqlərlə üzləşirdi. Hücumlar həm fəlsəfi, həm siyasi idi. Hətta inancın öz içindən də təhdidlər gəlirdi. Məsələn, gnostisizm böyük bir daxili təhlükə idi. Onlar deyirdilər ki, qurtuluş imanda yox, gizli bilikdədir. Bu hücumlara qarşı inancı müdafiə etmək üçün yeni bir mütəfəkkir nəsli ortaya çıxdı. Onlar kilsə ataları, yəni apologetlər adlanırdı. Məqsədləri xristianlığın əqli müdafiəsini qurmaq idi. Bu vəziyyət qərb düşüncəsinin gələcəyini formalaşdıran fundamental bir mübahisəyə səbəb oldu. Əsas sual buydu. Yunan fəlsəfəsi Tanrının bir lütfüdür, yoxsa insanı yoldan çıxaran bir təhlükə? Bu sual kilsə atalarını, deməli, iki tamamilə fərqli cəbhəyə böldü. Justin şəhid kimi mütəfəkkirlər fəlsəfəni qəbul edir, Tertullian kimilər isə onu tamamilə rədd edirdi. Yəni bir tərəf fəlsəfədə imana gedən bir körpü, digəri isə təhlükəli bir düşmən görürdü. Amma fikir ayrılıqlarına baxmayaraq, onların hamısı məntiqdən istifadə edərək xristianlığın intellektual təməlini qururdu. Məsələn, Aristit kimi apologetlər təbiətdəki nizamdan yola çıxaraq yaradanın varlığını sübut edirdi. Bu, Yunanların heç nədən heç nə yaranmaz fikrinə tamamilə zidd idi. Çox cəsarətli bir fikir idi. O, fəlsəfi dillə Tanrının həm vahid, həm də üç şəxs ola biləcəyini izah edirdi. Bununla da insanın öz seçimlərinə görə məsuliyyət daşıması fikrini möhkəmləndirdi. Və bu mütəfəkkirlərin fikirləri təsəvvür edin 600 il qərb düşüncəsinə hökmranlıq etdi. Onların etdiklərinin dünya üçün daha dərin və böyük təsirləri oldu. Bununla da onlar 1000 illik qərb fəlsəfəsinin və ilahiyyatının əslində bünövrəsini qoydular. Beləcə onlar inancı zəka və məntiqin güclü alətləri ilə uğurla birləşdirdilər. Maraqlıdır. Onların o qədim sualları bugün də bizim üçün aktual deyilmi?